İkinci Qarabağ müharibəsində parlaq qələbənin 5-ci ildönümü münasibətilə Bakıda keçirilən möhtəşəm zəfər paradı Azərbaycanın dostlarını sevindirdiyi kimi bədxahlarını da təşvişə salıb. Sonuncular sırasında üstündən 5 il keçməsinə rəğmən Azərbaycanın 44 günlük müharibədəki zəfərini hələ də həzm edə bilməyən qonşu İran İslam Respublikası da var. İran mediasının səthi monitorinqi belə rəsmi Tehranın Azərbaycanın hərbi siyasi qüdrətinin və regional nüfuzunun nümayişinə çevrilən zəfər paradından əsla məmnun olmadığını aydın görməyə imkan verir. Belə ki, Bakının Azadlıq meydanında görünən bəzi silahlar və hərbi texnika İranda əməlli başlı narahatlıq doğurub. Məsələn, geniş izləyici auditoriyası olan İranın və Dünyanın Hərbi Xəbərləri adlı Telegram kanalı həmin silahlardan birinə diqqət çəkərək yazıb. Azərbaycan ilk dəfə olaraq İsrail istehsalı olan uzaq mənzilli Icebreaker raketini Bakıda keçirilən zəfər paradında nümayiş etdirdi. Bu, ölkənin hücum qabiliyyətində əhəmiyyətli bir yüksəlişin əlamətidir. 300 km mənzilli və GPS-dən asılı olmayan idarə etmə sistemi ilə təchiz olunmuş bu raket, quru və dəniz hədəflərinə dəqiq şəkildə zərbə endirmək üçün nəzərdə tutulub və onun nümayişi Bakıdan Rusiya və İrana Xəzər dənizindəki çəkindirici gücü barədə açıq bir mesajdır. Anti-Azərbaycan mövqeyi ilə tanınan Ziya Əs-Salehin saytının baş redaktoru da həmin silahdan söz açaraq yazıb. Azərbaycan Respublikası Zəfər günü münasibəti ilə keçirilən paradda ilk dəfə olaraq İsrailin Rafael Advanced Defense System şirkəti tərəfindən istehsal olunan 5-ci nəsil Icebreaker Cruise raketini nümayiş etdirib. Bakı hələlik bu sistemin dəqiq alınma tarixini açıqlamasa da, zəfər paradında nümayişi həmin raketin rəsmi olaraq Azərbaycan ordusunun arsenalına daxil olduğunun sübutudur. Beynəlxalq hərbi analitiklərə görə, Bakıda keçirilən hərbi paradda İsrailin Icebreaker raketinin nümayişi əslində Azərbaycanın uzaq mənzilli dəqiq zərbələr dövrünə qədəm qoyduğunun bəyan edilməsidir və bu ölkənin Xəzər dənizindəki strateji mövqeyini gücləndirir. Bu, süni intellekt əsaslı sistem regionda müdafiə balansını dəyişdirir və İsrail ilə Azərbaycan arasında inkişaf etmiş hərbi əməkdaşlığının əlamətidir. Farsça Suriya Xəbərləri adlı kanal isə paradda nümayiş etdirilən digər bir raketdən bəhs edərək yazıb. Bakıda keçirilən zəfər paradında İsraildən alınan Predator Haft taktiki ballistik raketi. Bu raket 300 km mənzilə malikdir və Xanbulandan Rəşd, Qəzvin və Təbrizi hədəf ala bilər. Bu raket İsrailin Yəmən, İran və Suriyada istifadə etdiyi Rampage hava ballistik raketinə bənzəyir. Sepahın Qüds qüvvələrinə bağlı Telegram kanalı başqa bir məqama diqqət çəkərək yazıb. Azərbaycan ordusunun Bakıda keçirilən hərbi parad məşqləri zamanı Çinin HQ-9B hava hücumundan müdafiə sisteminin buraxılış qurğusu görünüb ki, bu da Çin tərəfindən bu müdafiə sisteminin Azərbaycana səssiz şəkildə çatdırılmasının göstəricisidir. HQ-9B hava hücumundan müdafiə sisteminin mənzili 260 km, hündürlüyü isə 50 km-dir ki, bu da Azərbaycanın raketdən müdafiə sistemini xeyli gücləndirə bilər. Qeyd edək ki, İran tərəfinin bu silaha diqqətinin özəl səbəbi var. Çünki İran da xeyli vaxtdır Çindən eyni zenit raket kompleksini almağa çalışır. Bu ilin sentyabr ayında İran parlamentinin qalmaqalı deputatı Əbülfəzl Zöhrəvənd həmin kompleksin daha köhnə versiyası olan HQ-9 sisteminin tezliklə İrana çatdırılacağını bildirmişdi. Lakin bu xəbər təsdiqini tapmadı. Bu mənada İranın həmin hava hücumundan müdafiə sisteminin Bakıda görünməsinə qısqanc münasibəti və xəbərin mətnindəki səssiz şəkildə ifadəsi təsadüfi deyil. Azərbaycan ordusunun ən modern silahlar və texnika ilə təchiz olunması ilə yanaşı, zəfər paradında Türkiyə və Pakistan dövlət başçılarının iştirakı da İranda çoxlarının yuxusunu qaçırıb. Bununla bağlı narahatlıq geosiyasi məsələlər üzrə ekspert Əhməd Rəşid Nejatın İranın ən nüfuzlu qəzetlərindən birində dərc edilmiş Qafqazda təhdid üçlüyü başlıqlı məqaləsində aydın şəkildə əksini tapıb. Müəllif elə yazının əvvəlindəcə əsas qənaətini ifadə edərək yazıb. İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının qələbəsinin 5-ci ildönümü tarixi döyüşü xatırlatmaqla yanaşı regionda yeni birliyin nümayişinə çevrildi. Türkiyə və Pakistan liderlərinin qatıldığı parad hərbi texnikanın nümayişindən daha çox regional və qlobal auditoriyaya geosiyasi mesajlar çatdıran bir səhnə oldu. Türkiyə və Pakistan liderlərinin İlham Əliyevin yanında olması göstərdi ki, Ankara-Bakı-İslamabad üçtərəfli ittifaqı artıq şüar deyil, real hərbi və siyasi birlikdir. Tarixi və dini əlaqələrə əsaslanan bu ittifaq bölgədə ənənəvi güc balansını poza biləcək yeni bir strategiya formalaşdırıb. Zəfər paradının Ermənistana, Rusiyaya və İrana aydın mesajlar verdiyini vurğulayan müəllif İranla bağlı məqamı belə ifadə edib. İran üçün üçtərəfli ittifaq
xüsusən də pantürkizm və Türkiyənin rolu nəzərə alınarsa, həmişə Tehranın təhlükəsizlik həssaslığı ilə əlaqələndirilib. Xəzər dənizinin qərb sahilində birgə güc nümayişi şübhəsiz İranın təhlükəsizlik hesablamalarında ciddi bir amil hesab ediləcək və bölgədə uzun müddətdir davam edən geosiyasi rəqabəti gücləndirəcək. İran Tələbə Jurnalistlər Assosiasiyasının saytı Zəfər Paradı ilə bağlı Türkiyə və Azərbaycanın Türk dünyasını dirçəltmək arzuları davam edir başlıqlı məqalə dərc edib. Məqalədə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşündən ətraflı bəhs olunur və bu ittifaqın güya İrana qarşı olmasından söz açılaraq yazılır. Analitiklər hesab edirlər ki, Türkiyə və Azərbaycan Ermənistanın baş naziri Nikol Paşinyanı da öz planlarına daxil etməklə İranın Cənubi Qafqazdakı proseslərdə iştirakının qarşısını almağa çalışırlar. Amerika Birləşmiş Ştatlarında Bakı ilə İrəvan arasında keçirilən son danışıqların və Vaşinqtonun sülh naminə Tramp yolu kimi təqdim etdiyi layihənin də bu məqsədə xidmət etdiyi və Tehranın regional dinamikada rolunun azaldılmasına yönəldiyi deyilir. Tehran mediasına bağlı Həmşəhri qəzeti isə Zəfər Paradında Azərbaycan prezidentinin çıxışından bir hissəni paylaşaraq yazıb. İlham Əliyevin iddiası Qarabağ Azərbaycandır. Biz Zəngəzurun əsl sahibiyik. Bununla da qəzet bir tərəfdən Azərbaycan prezidentinin sözlərini təhrif edib, çünki çıxışda aydın şəkildə Şərqi Zəngəzur ifadəsi işlədilib. Digər tərəfdən isə iddia sözünü işlətməklə Qarabağı Azərbaycan ərazisi saymadığını, bunun yalnız Azərbaycanın iddiası olduğunu vurğulayıb. Zəfər Paradına İranın reaksiyası bir daha bu həqiqəti nümayiş etdirir ki, Tehran rəsmilərinin dostluq və qardaşlıq barədə bəyanatlarına baxmayaraq, İran Azərbaycanın beynəlxalq arenada getdikcə güclənməsini və regional müstəvidə uğurlu hərbi siyasi ittifaqlar qurmasını özü üçün ciddi təhdid sayır və hər fürsətdə bunu vurğulamaqla ölkə ictimaiyyətində Azərbaycanın simasında düşmən obrazı yaratmaq siyasətindən əl çəkmir.